artıq uzun müddətdir bir gərginlik varsa, yəni bədənində artıq belə nələrsə hiss edirsən, tutalım ki, elə səndə nevrozdur, hə, müxtəlif simptomlar hiss edirsən. Deməli, burada həyatında və sənlə bağlı nəyinsə bir tarazlığı pozulub. Orada tarazlıq, balans yoxdur. Və sən sadəcə diqqətlə baxmalısan. Əslində sən özün bilirsən bu nə ilə bağlıdır. Sadəcə sən onu çözməyə ehtiyat edirsən. Amma əlbəttə ki, sən hansı seçimi etməlisən? Yəni burada yenə də nevrozla bağlıdırsa, tutalım ki, səndə bu diaqnoz qoyulubsa, sən həyatını elə yaşamalısan ki, əsasən öz əleyhinə olan qərarlar verməyəsən. Yəni sənin hər gün, günbəgün, səhərdən axşama qədər davranışların, etdiklərin, danışdıqların çox vaxt sənin əleyhinədir. Sən düzdür seçirsən ki, əslində huzur tapasan, əslində sən elə eləyirsən ki, sən necə? Sən özünə müvəqqəti huzur yaradırsan da, qısa-qısa. Amma o müvəqqəti qısa-qısa yaratdığın o huzur ümumi olaraq böyük huzursuzluğa gətirib çıxarır. Yəni, həyatına diqqətlə baxsan, fikir versən, qorxmadan baxsan, əsas səndə sıxıntın uzun sürən nə ilə, kimi ilə bağlıdır, hansı situasiya ilə bağlıdır. Və bax gör, sən orada götürüb konkret olaraq artıq özünü birinci yerə başlayanda qoymağa, orada sən əlbəttə ilk zamanlar böyük gərginlik yaşayacaqsın. Çünki insanlar sənə qarşı dəyişəcək axı. Hə? Və sən bu gərginlikdən hər zaman qaçmısan da. O gərginliyi yaşamamaq üçün sən müvəqqəti o huzuru seçirsən. Yox, qoy belə eləyim, amma ümumi olaraq sən huzursuz olsun. Çünki ümumi olaraq sən özündən vazgeçirsən hər zaman. Ümumi olaraq sən özünü elə bil rədd edirsən, imtina edirsən özündən.